Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, erkən nicaha doğru gedən bəzi gənc qızlar. Bilirsiniz, bu nədən qaynaqlanır? Bəzi insanların evlənməkdən, ailə qurmaqdan başqa bir uğurları, müvəffəqiyyətləri yoxdur. Biraz şablon səslənəcək, ancaq onu düşünsünlər ki, və biraz da qeyri-etik də çıxa bilər. Evlənsinlər, doğsunlar, döysünlər, bir oğul, bir qız, belə biədəb və gülünc formada Instagramın profilinə az qala uşağın doğulma saatı, uşağın kilosu, çəkisi, uşağı kim doğuzdurub, hamısını mamatasına qədər yazsınlar. Sanki bunların bu həyata qədər hər hansı bir peşədən, hər hansı bir sahədən, hər hansı bir işdən, həyatdan bir başqa bir uğurları olmayıb. Ancaq uşaq düzdür, indi övladındır, bunu sən sevməlisən də. Kimdir ki, sənə pissən, yox, sevəlməlisən, xeyr, elə deyil. Bu səhv fikir, yanlış fikirdir. Sev, amma hər şeyin qədərində, bunu abardacaq dərəcədə sosial platformanın bio hissəsinə yazıb, bunu sən gülünc vəziyyətinə düşəcəksənsə, həqiqətən bu çox yersiz bir şeydir. Doğrudur, hər kəsin şəxsi bir yanaşma tərzi var mövzuya. Amma bilinsin ki, həqiqətən düşüncə olaraq heç də bir yerli bir fikir anlamına gəlmir. Yəni, çox yersiz bir şeydir. Və bunu da nəzərə alın ki, insanlar daima müəyyən yaşı keçdikdən sonra, məsələn, deyək ki, 28, 29, 30 etatına çatılandan sonra oğlan qız fərq etməz, artıq evliliyə qarşı soyuqluq yaranır. Bu nə deməkdir? Bu deməkdir ki, artıq İnsan o qədər insanlar görür, bilir və tanıyır ki, dünənə qədər tanımırdı. Və nəticədə qarşı tərəfi artıq istəmir. Yorulub da, yəni nə qədər onunla münasibət qur alınmasın, bununla münasibət qur alınmasın. Artıq bir yoruluq tüpürüm sevgiyə də, eşqə də, məhəbbətə də deyib belə bir çobud bir ifadə kimi də çıxa bilər. Artıq istəmirəm. Kimi belə bir düşüncə tərzi yaranır. Bu da adətən nədən qaynaqlanır? Ya xasiyyətlərin uyuşmamasından, ya da maddi ehtiyatın kifayət qədər olmaması və ona arxain deyil. Məsələn, qarşı tərəfdən danışır, görə o maddi ehtiyatı biraz bundan çoxdur, oğlandır, qızın maddi ehtiyatı çox olanda biraz düşüncə tərzində bəzi dəyişikliklər yaradır. Fikirləşək, səhər evində anasının, atasının yanında olduğu şəraiti burada tapamayanda ayrılmaq fikrinə düşəcək. Nə qədər ki, ay sevgi elə, eşq belə, xeyr, elə deyil. Əgər orada tapdığı şəraiti evində tapmasa və sənə qarşı soyuqluq yaranacaq. Çünki bu adam daima rahatçılıq mühitində olubdur. Daima nə əlinə atıb tapıbdır. Və digər həmin mövzunun əvvəlindən də belə bir şey deyək. Qızların erkən nikaha getməsinin səbəbi əksəriyyətin rayon bölgəsindən. Çünki başqa bir iş yoxdur, bir peşə yoxdur. Oxumaq fikri heç yoxdur. Çünki neyinir əziyyətə verib, gedəcək orada rahat yeməyini yiyəcək, uşaq doğub tökməyə, baş qatmaq vəssalam. Bunu doğdun. Sən bunu sənin bütün təhsili olanda, beynində hər hansı bir mövzudan, riyaziyyat, fizika, kimya, tarix, gətirdi sənə sual verdi, uşaqdır da, sualın cavabını bilməyəndə sən utanırsan axı. Sənə xoşdur, zaman artdıqca övladın sənin vursun üzvə ki, oxuyaydın da, səhər bir üçün niyə gedim? Məsələn, tutaq ki, Həsənin anasından soruşulur bu sual. Həsən də bunun sinif yoldaşıdır. Həsənin anası ibtidai sinifdən dərs keçirərdəsə, amma sənin anan evdar qadındır. Bu deyim sizə ayıbdır, belə ayıb deyil, amma müəyyən çərçivə daxilində həmən valideynə ayıb olur. Ki, soruşanda sualın cavabını tapa bilmir. Çünki niyə? Çünki müəyyən yaş etabına qədər evlənməkdən başqa bir planları olmayıb. Nə təhsil alsın, nə gələcəyini qursun, nə də ki, hər hansı bir müsbətə doğru inkişaf eləsin. Ancaq mənfi. Bir müsbəti evlənməkdə görürlər. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yaza bilərsiniz və yaxud hər hansı fikirləriniz varsa bölüşə bilərsiniz. Seanslarımız onlayn və əyani həyata keçirilir.